Qərbi Azərbaycan məsələsi təkcə humanitar faciə deyil, beynəlxalq hüququn sistemli şəkildə pozulmasının klassik nümunəsidir. Azərbaycanlıların öz tarixi ərazilərindən mərhələlərlə və məqsəd yönlü şəkildə çıxarılması beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən fərdlərin və icmaların qayıdış hüququna açıq meydan oxuma idi. Qərbi Azərbaycan icmasının bu mövzuda keçirdiyi elmi və praktiki platformalar qayıdışın yalnız tarixi ədalət deyil, həm də regionda davamlı sülh və yeni geosiyasi reallığın əsas şərti olduğunu bir daha göstərmək idi. Qərbi Azərbaycan icmasının hüquq komissiyasının təşkil etdiyi beynəlxalq konfrans qayıdış hüququnun hüquq əsaslarını yenidən gündəmə gətirdi. Müzəffər Ali Başkomandan cənab İlham Əliyev qeyd etdiyi kimi biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qaydasıyıq. Və bugünkü konferansda məhz beynəlxalq sülh və əməkdaşlıq şəraitində Qərbi Azərbaycan qayıdışı özündə irtifa etməkdədir. Ən diqqət çəkən hissələrdən biri Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru professor Zahid Cəfərovun təqdimatı oldu. Beynəlxalq hüquqda qayıdış hüququ mövzusunda çıxış edən professor Cəfərov qayıdış ideyasının həm siyasi müstəvidə, həm də beynəlxalq hüquq normaları çərçivəsində əsaslarını geniş şəkildə təhlil etdi. Bu hüquqları cənab prezidentin də dediyi kimi Qərbi Azərbaycanlılar üçün deməli, beynəlxalq konvensiyalar tanıyır. Və ilk növbədə mən nəzərinizə çatdırmaq istərdim ki, 10 dekabr 1948-ci il insan hüquqları haqqında ümumi bəyannamənin ikinci, eyni zamanda deməli 13-cü və 17-ci maddələri mülkiyyət hüququndan bağlı məsələləri özündə irtifa eləyir və orada nəzərdə tutulur ki, hər bir şəxs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və yenidən həmin ölkəyə qayıtmaq hüququna malikdir. Tarixi faktlarla zəngin təqdimatda Azərbaycanlıların öz doğma torpaqlarından köçürülməsinin mərhələləri, 1905-1920-ci illərin kütləvi qırğınları və deportasiyaları, 1948-1953-cü illərdə SSR tərəfindən həyata keçirilən rəsmi köçürülmə siyasəti xüsusi vurğulandı. Məruzədə qayıdışın hüquqi bazası, dövlətlərin öhdəlikləri və bu sahədə mövcud beynəlxalq mexanizmlər təhlil edildi. Ermənilərin bu soyqırım siyasəti davam edən siyasət kimi nəzərdə tutulmalıdır. Bu 1800-cü illərdən başlayıbdır və 1945 və eyni zamanda 1918-20, 1948-53 və eyni sonuncusu isə 1987-91-ci illərdə çox böyük vüsət almış və nəzərinizə çatdırmaq istərdim ki, ilk dəfə olaraq bu hadisələrə deməli, hüquqi, siyasi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Baş verən hadisələri milli kontekstdə qiymətləndirməliyik. Çünki biz həmin ərazidə etnik qrup olaraq deyil, min illər ərzində yaşayıb, yaratmış, milli kimliyi bəlli olan həmin ərazinin aborigen əhalisi olaraq, yəni Azərbaycan türkləri olaraq biz fəaliyyət göstərməliyik. Ona görə də məhz deməli, bu soyqırımı etnik təmizləməklə heç bir halda biz etiva eləyə bilmərik. Çünki soyqırım siyasəti geniş məzmuna malik olmaqla özündə həm milli, həm də deməli, həm mənəvi məhv etməni, həm də fiziki məhv etməni etiva eləyəcəkdir. Qərbi Azərbaycanlıların qaçqınlıq statusu bugün də aktualdır. Beynəlxalq hüquq bu məsələdə hansı imkanları təmin edə bilər? Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi bəyan edir ki, normativ hüquqi aktlar haqq ədalətə və hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqdan danışırıqsa,
hüquqi aksiyonlar, hüquqi həqiqətlər də nəzərə alınmalıdır. O aksiyonlar, o hüquqlar, o həqiqətlər yazılı hər bir aktdan daha üstündür. Doğma yurdlarına qayıtmaq istəyənlərin təhlükəsizliyi necə təmin olunacaq? İşğal dövründə torpaq və evləri əlindən alınan azərbaycanlılar hüquqlarını necə qoruyacaq? Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları bu istiqamətdə hansı yolları göstərir? Birinci Dünya Müharibəsinin nəticəsi olaraq Versal Sülh Konfransında artıq bir dövlətin başqa bir dövlətin ərazisini güc tətbiq etməklə işğalı hüquqdan çıxarılmağa başlayır. Və onun da hüquq əsası sonra da Nürnberg tribunalında hakimin də istinad etdiyi 1907-ci il deməli quru ərazisində müharibənin aparılmasının qayda qanunları haqqında 4-cü Haqa konvensiyasıdır. Konvensiyanın deməli əlavəsinin 42-ci maddəsində konkret olaraq göstərilir ki, işğal edilmiş ərazinin hakimiyyəti, suverenliyi işğalçı dövlətə keçmir. Yəni Qərbi Azərbaycan ərazisi də daxil olmaqla o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinə aid olmuş mübahisəsiz 97,7 min kvadrat kilometr ərazi Azərbaycan Respublikasının ərazisidir. Yəni burada mübahisə edilməz faktdır. Yəni konvensiya bunu deyir, biz demirik. Və ona görə də biz bu məsələni mütəmadi gündəmdə saxlamaq istəyirik ki, bu gün deyək ki, Ermənistanla diplomatik danışıqları mərhələsində bu problem yaddan çıxarılmadığı halda onlar qayıdışı təmin etmək zorunda olacaqlar. Əks halda o təminat mexanizminin işlədilməsi mümkün olmayacaq. Qayıdış hüququ beynəlxalq hüquqda necə tanınır və dövlətlərin öhdəlikləri nədir? Beynəlxalq hüquqda bu qaçqınların öz ölkələrinə geri qayıtmaq hüququ təməl insan hüquqlarından biri kimi tanınır. Öz doğma yurdlarına qayıtmağı ilə yanaşı onların mülkiyyətlərinə də, yəni mülkiyyət hüquqlarına da bir mənalı olaraq təminat verilir. Beynəlxalq sənədlərdə qayıdış hüququna geniş mənada yanaşılmasına baxmayaraq, müharibə dövründə mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevre Konvensiyası əhalinin deportasiyasını qadağa etmiş və qaçqınların repatriasiya, yəni geri qayıtma hüququnu təsbit etmişdir. Qeyd etməliyəm ki, BMT-nin Baş Assambleyasının 35-124 saylı qətnaməsi və Təhlükəsizlik Şurasının regional müharibə münaqişələrlə bağlı qətnamələrində qaçqınların öz evlərinə məhz 3 prinsip əsasında, yəni könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ xüsusi vurğulanır. BMT-nin İnsan Hüquqları Komitəsi ilə 1999-cu ildə 27 nömrəli ümumi şərhində geri qayıtmaq hüququnun beynəlxalq hüquq çərçivədə necə başa düşülməli olduğuna aydınlıq gətirmiş və qayıdış hüququnu vətənini tərk etmiş insanlarla bərabər onların övladlarına da şamil etmişdir. İkinci məsələ, soydaşlarımızın geri qayıtmaq hüququ təmin olunan zaman onlara təzminatın da verilməsi. Bu məsələ xüsusi diqqət yetirilməlidir buna. Dünya tarixində baş vermiş müharibələrdən sonra bu restitusiya, reparasiya, kompensasiya, təkrarlamamaq zəmanəti və digər təzminatlar növləri tətbiq olunur. Üçüncü məsələ vacib bir məsələdir. Bu 10-cu prinsipdə bütün qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə könüllü geri qayıtmaq üçün azad seçim verilir, bu qeyd olundu və onların məlumatlandırılmaq hüququ təsbit olunur. Qaçqınlara qayıdacaqları yerlərlə bağlı bütün məsələlər, o cümlədən ekoloji vəziyyət barədə tam, obyektiv və dolğun məlumat verilməlidir. Və sonuncu bu 4-cü məsələ ilə bağlı bildirməliyəm ki, 14-cü prinsipdə göstərilir ki, bütün dövlətlər və beynəlxalq təşkilatlar repatriasiya və restitusiya prosesində bir mənalı olaraq icmaları və onların, yəni nümayəndələrin birbaşa iştirakı ilə bütün bu məsələləri həll etməlidirlər. Bu onu göstərir ki, Qərbi Azərbaycan icması ilə Ermənistan arasında dialoqun əsası bütün beynəlxalq müqavilələrdə öz əksini tapır. Azərbaycan-Ermənistan sülh müqaviləsi qayıdış hüququna necə təsir edəcək?
Bu qayıdışın təhlükəsiz bir şəraitdə olması təkcə əlbəttə ki, fiziki təhlükəsizlikdən söhbət getmir, həm də onların maddi təhlükəsizliyini, mənəvi təhlükəsizliyinin deməli ki, təmin edilməsindən söhbət gedir. Və əlbəttə ki, burada bir çox nüanslar var ki, elə o dediyimiz elə beynəlxalq aktların da məzmununda onlar dövlətlərin üzərinə müvafiq öhdəlikləri qoymaqla yanaşı bu öhdəliklərin yerinə yetirilməsinə onların borclu olduqlarını da bir növ ifadə edirlər. Əhalinin köçürülməsi və mədəni hüquqların pozulması ilə bağlı məsuliyyət necə müəyyən olunur? Ermənistan Respublikasının deportasiyaya məruz qalmış şəxslər qarşısında olan mülki hüquqi məsuliyyəti barəsində bir neçə beynəlxalq sənədin adını çəkmək istərdim. 2001-ci il tarixli Beynəlxalq İnsan Hüquqları üzrə Xüsusi Komitənin tövsiyələri birbaşa bu sənəd beynəlxalq hüquqda əhalinin köçürülməsi və mədəni hüquqlarının pozulması ilə əlaqədar mülki hüquqi məsuliyyət məsələsinə dair xüsusi müddiaları birbaşa özündə ehtiva edir. İkinci bir sənəd Birləşmiş Millətlər Təşkilatının Əhali və İnkişaf üzrə xüsusi məqsədli 2004-cü il tarixli protokolu mövcuddur. Bu sənədin qəbulunda iştirak edən dövlətlər əhalinin zorla köçürülməsi hallarını həm daxili, həm də regional miqyasda nəzərdən keçirmiş və həmin dövlətlərdən köçürülən əhalinin hüquqlarını müdafiə etmək məqsədi ilə kompensasiyanın verilməsi, eyni zamanda mülkiyyət hüquqlarının tanınması və bu qəbildən olan tədbirlərin görülməsi imkanlarını nəzərdə tutur. Üçüncü bir sənəd olaraq Birləşmiş Millətlər Təşkilatının 2016-cı il tarixli Əhali Hüquqları Nizamnaməsi adlı sənədi xüsusilə vurğulamaq istərdik ki, burada da məhz Qərbi Azərbaycandan deportasiya olunmuş şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi barəsində Ermənistanın buna dair mülki hüquqi məsuliyyəti diqqətə çatdırılmışdır. Dördüncü bir sənəd olaraq qeyd etmək istərdim ki, 1995-ci il tarixli Avropa Şurasının münaqişələr və insan hüquqları protokolu adlanan bir sənəd mövcuddur ki, bu Avropa Şurasından tərəfindən qəbul edilmiş bu sənəd bilavasitə Ermənistanın deportasiyaya məruz qalmış əhali qarşısında mülki hüquqi məsuliyyətini müəyyən etməklə yanaşı geriyə dönmə hüququnun təsbit edilməsini də özündə ehtiva edir. İşğal dövründə törədilmiş qanunsuz hərəkətlərə görə hüquqi məsuliyyət necə tətbiq olunacaq? Qayıdışın hüquqi konsepsiyası və onu həyata keçirmək üçün hansı mexanizmlər mövcuddur? Beynəlxalq hüququn əsas prinsiplərindən biri də bildiyimiz kimi onun əsas prinsip vardır. Hansı ki, həmən prinsiplər imperativ tipli, jus cogens prinsiplər sayılır. Yəni, hər hansı bir dövlətin o prinsipləri ratifikasiya edib etməyindən asılı olmayaraq məcburdurlar ki, onu əməl etsinlər. O prinsiplərdən biri də əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipidir. Sadalanan bütün məsələlər əmlak hüquqları ilə bağlı, yaşamaq hüququ ilə bağlı, şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı, işgəncələrə məruz qalan, bunlar hamısı əsas insan hüquqlarından biridir və Ermənistan bu əsas insan hüquq azadlıqlarını kobud şəkildə pozmuşdur. Və hesab edirəm ki, bunun məsuliyyəti də çox ağırdır. Və bir məsələni də diqqətə çatdırmaq istərdim ki, baş vermiş pozuntularla bağlı məsuliyyət məsələləri. Beynəlxalq hüquqda bununla bağlı dəyərli bizim alimlərimiz buradadır. İcazə verir ki, aparıcı subyektlərə, beynəlxalq hüququn əsas aparıcı subyektlərinə. Əgər hər hansı bir dövlətin ərazisində insan hüquqları kobud, davamlı və kütləvi şəkildə pozulursa, ora bir humanitar müdaxilə hər hansı bir formada təsir edib o pozuntuları aradan qaldırsınlar. Qərbi Azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdışı hüquqi və siyasi baxımdan qeyri-müəyyənlikdən çıxmalıdır. Bu yalnız Azərbaycanlıların tarixi haqqı deyil, həm də beynəlxalq hüququn tələbidir. Dövlətimizin mövqeyi, haqq-ədalət prinsipləri və beynəlxalq öhdəliklər bu yolu açıq və dönməz edir. Qərbi Azərbaycan icmasının bu hüququn həyata keçirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəlməsi uğrunda mübarizəsi yeni başladı və davam edəcək.